Salam aleykum əziz şagirdlər. Bugün sizinlə dim toplu, deməli birinci hissə fiziki və kimyəvi hadisələr deməli bölməsini araşdıracağıq. Səhifə 15. Hansı halda kimyəvi hadisə baş verir? Maye havadan oksigenin alındıqda, maye havadan oksigenin alınması, hava bilirsiniz ki, qarışıqdır. Qarışıqların tərkib hissələrinə ayrılması isə kimyəvi proses deyil, fiziki prosesdir. Ona görə bu olacaq fiziki. Su buxarlandıqda biz də demişdik ki, əgər aqreqat hal dəyişmələri baş verirsə, bu kimyəvi deyil, fizikidir. Buz əridikdə burada da aqreqat hal dəyişməsidir. Su donduqda suyun elektrolizi Y bəndi. Cavab olacaq Y bəndi. Bu kimyəvi prosesdir. Çünki elektroliz kimyəvi bir reaksiyadır. Məsələn, suyun elektrolizi bax belə H2O, hidrogen katod, oksigen də anod. Baxın, biz bunu elektroliz mövzusuna, dissosiasiya bölməsində daha geniş öyrənəcəyik sizinlə. Belə qısaca deyim ki, yəni maddənin tərkib hissələrinə parçalanmasıdır da dissosiasiya, elektroliz. Yəni nədən əmələ gəlibsə, elektrik cəryanı təsiri ilə parçalanmasıdır, katod və anoda ayrılmasıdır. İndi bunu geniş şəkildə biz dərsimizdə keçəcəyik onsuz da. Yəni kimyəvi bir prosesdir. Ümumiyyətlə kimyəvi terminlər eşidəndə şübhələnin ki, o kimyəvi prosesdir. Məsələn, elektroliz, hidroliz, nə bilim, oksidləşdiricilik, metallıq xassəsi. Bunlar kimyəvi hadisədir və kimyəvi hadisəyə səbəb verir. Sonra hansı halda kimyəvi hadisə baş verir? Yanma, D bəndi. 3. Fiziki hadisəni göstərin. Suyun buxarlanması, D bəndi. 3-də D bəndi. 4. Kimyəvi hadisəni müəyyən eləyin. Buzun əriməsi, suyun donması, sonra qurğuşunun əriməsi və ya Y bəndində dəmirin xırdalanması fiziki hadisədir. Sadəcə forma dəyişir. Amma tərkib dəyişirsə südün turşuması C bəndi götürəcəyik 4-də. Sonra 5-ci suala gəldik. 5-ci sualda isə belə bir reaksiya verilib bizə. 2CXHY plus 11O2 8 karbon qazı alınır və Y mol su alınır. İndi sual verilir ki, X, Y tapın. Biz bilirik ki, kütlələrin saxlama qanunu var və nə qədər hansı atomlar reaksiyaya giribsə, o qədər də çıxmalıdır. Yəni burada 11 oksigen qazı görürük. Yəni cəmi neçə dənə oksigen atomu olur? 22. 22 dənə reaksiyaya giribsə, 22 dənə də çıxmalıdır. İndi burada neçə görürük? Bax 8-i vururam 2-yə, bu 16-dır. 22-nin 16-sı karbon qazının tərkibində çıxıbsa, deməli 6-sı da burada olmalıdır. Oksigenin burada indeksi yoxdur, 1-dir də. Yəni ona görə Y avtomatik bərabər olur 6-ya. Əgər Y 6-dırsa, deməli hidrogenin devam edirik. Deməli, əgər Y 6-dırsa, o zaman biz hidrogenin 12 olduğunu bilirik buradan. Çünki 6-nın 2 vuranda 12-dir. Hidrogenin 12-dirsə cəmi, gəlib başqa yerdə hidrogen yoxdur gördüyünüz kimi, yalnız bu maddənin içindədir. Ona görə burada aldığım bu 12-nin, deməli, bura Y daha. Bax, bura Y-dir. Hə, Y-in də 6 olduğunu tapmış oluruq. Oradan da burada H 6-dır. Deməli, 12 oldu da. Bax, əmsal da 2-dir. 2-nin 6-ya vuranda 12 edir. Bu yerini tutduq. Burada problem yoxdur. Gəldik karbon söhbətinə. Karbon da 8 dənədir. 8 alınıb, alınanların içində. Burada da 2-yə bölürsünüz, həmişə əmsala bölün. Ümumini növbəti maddədə, yəni qarşı tərəfdə olan maddənin qarşısında olan əmsala bölmək lazımdır ki, indeksi tapın. İndi burada 8-i 2-yə bölürəm, 4 düşür. X də bərabər olur 4. Deməli, X 4, Y 6, 5 olacaq, Y bəndi. Keçirik 6-cı suala. Hansı halda hadisələrin növü düzgün göstərilmişdir. Fiziki, deməli biz burada sublimasiya C bəndi götürə bilərik. Kimyəvi də elektroliz götürə bilərik. Olacaq C bəndi. Burada da növü düzgün göstərilmişdir deyir. Qıcqırma və kondensləşmə C bəndi. Kimyəvi hadisə olacaq qıcqırma, fiziki hadisə olacaq kondensləşmə. 8-də deyir ki, 4-cü oxla göstərilən hadisəni yazın. Mayədən bərkə keçid donma olacaq D bəndi. 9-da deyir ki, hansı ox sxemdə ərməni göstərir? Bərkdən mayəyə 1 B bəndi. 10-cu sualda deyir ki, kimyəvi hadisəni müəyyən eləyin. Şüşənin əriməsi, ərimə, qaynama, aqreqat hal çevirmələri kimyəvi deyil, fiziki hadisədir. Benzinin yanması, yanma kimyəvi hadisədir olacaq B bəndi 10. 11. Sublimasiya zamanı maddənin aqreqat halı dəyişir. Hardan? Mayədən qaza, yoxsa qazdan mayəyə? Qazdan mayəyə 2, yalnız 2, B bəndi. Su, buz çevrilməsi, hansı proseslər baş verir? Tərkib dəyişir, xeyir, 1 səhvdir. 2-də deyir ki, sıxlıq azalır. Bəli, biz demişdik ki, buzun sıxlığı suyun sıxlığından azdır. 2, düzdür. Sıxlıq artır, yox, 3 səhvdir. 4, həcm dəyişir. Bəli, həcm artır. Yadınızdan çıxmasın, buzda əksinə olur proses. Deməli 2, 4 cavab olacaq D bəndi. Su buz çevrilməsində hansı proses baş vermir? 13-cü testdə tərkib dəyişir, yəni baş vermir, 1 düzdür, tərkib dəyişir səhvdir, yəni baş vermir. Davam edirik. Sıxlıq azalır. Bu düzdür. Sıxlıq azalır. Amma bizə deyir ki, baş verməsin bu proses. Sıxlıq azalırı götürmürük. Sıxlıq artırı götürəcəyik. Çünki baş vermir deyir. Ona görə 3 düzdür bizim üçün. Həcm dəyişir. Həcm dəyişir. Bəli, həcm azalır, artır. Yəni amma bizə deyir ki, baş verməyən prosesin. Sudan buza çevirəndə həcm artır bilirsiniz ki. Ona görə cavab olacaq 1, 3 B bəndi. 14-də deyir ki, fiziki hadisənin müəyyəni fenolun əriməsi. Ümumiyyətlə ərimə kimin əriməsi olur olsun? Fiziki prosesdir. 1. Nişastadan glukozanın alınması. Nişasta deməli hidroliz eləyir, glukoza monomerlər əmələ gəlir. Nişasta polimerdir. Ona görə bu kimyəvi prosesdir. Tərkib dəyişir. Nişastadan glukozaya keçiddir. Ona görə 2 kimyəvi götürürük. 3-də deyir ki, kartofda nişastanın alınması. Amma bu fiziki prosesdir. Kartofu kəsən kimi siz o nişastanı orada görə bilərsiniz. Yəni heç bir kimyəvi proses getmədən 1, 3 C bəndi olacaq 14-də. Gəlirik 15-ci sualımıza. Fiziki hadisəni müəyyən edin. Şəkərin donmuş məhluldan kristallaşıb ayrılması. Kristallaşma.
fizikidir. Glukozanı spirtə qıcqırma kimyəvidir. Neftdən mazotun alması, neftin tərkibi ayrılma üsulu. Bilirsiniz ki, neft qarışıqdır. Qarışıqların ayrılması olar fiziki prosesdir. Neft də homogen qarışıq olduğuna görə o distillə ilə ayrılır. Ona görə neftdən mazotun ayrılması olacaq fiziki proses. 1-3 D bəndi 15-də. Hava, oksigen, su buxarı, su buxarı. Hava qarışıqdır. Havadan oksigeni almaq mayeləşdirib distillə yolu ilə alırlar. Burada fiziki proses gedir. Yəni bir fiziki prosesdir. Oksigenden suyun alınması kimyəvidir. Çünki oksigenden suya çevriliş baş verir və burada kimyəvi tərkib dəyişir. Ona görə 2 kimyəvidir. Sudan su buxarının alınması burada aqreqat hal dəyişməsidir və fizikidir. 1-3 olacaq. Deməli C bəndi 16. 17-də kimyəvi prosesi soruşur. Kimyəvi proses isə burada deməli oksigenden suyun alınmasıdır. Yalnız 2 olacaq. D bəndi 17. 18-ə gəlirik. 18-də bir dəqiqə. Aha. Maraqlı sualdır. Baxın, bax qrafiklər 3 cür ola bilər. Bax burada izah edirəm. Baxın, biri var belə qrafik, biri var belə qrafik. Biri var ki dəyişmir, biri də var ki sıfıra enir. İndi mən 18-ci sualda bax bu qrafiki izah edirəm. Belə qrafiklərdə bilin ki, bu reaksiyada, ümumiyyətlə reaksiyada kütlələrin sabitliyi qanunu var. O heç, yəni nə qədər reaksiya girirsə o qədər də almalıdır. Bu sözsüz belədir. Lakin reaksiya zamanı artan kütlənin artması göstərilibsə, bilin ki məhsulda qaz ola bilməz. Ağız açıq qabdır və qaz uçub gedir, kütlə azalır. Yəni o demək deyil kütlələrin sabitliyi qanunu ödənməli. O heç. O miqdarda qaz alınıb, lazım miqdarda qaz alınıb. Kütlələrin sabitliyi qanunu saxlanıb. Söhbət ondan getmir. Sadəcə olaraq reaksiya zamanı qaz alınırsa o uçub gedir və kütlə azalma baş verir. Yəni 19-cu şəkildəki kimi olmalı idi əslində. Kütlə azalmalıdır. Lakin 18-də gördüyünüz kimi kütlə artıb deyir. O zaman deməli bərk maddə alınıbdır. Bərk maddədə baxın yer bəndinə. A bərk, B qaz alınır, C bərk. Bərk maddə alınır. Yəni nəyə görə biz A bəndini götürmürük? Cavabda niyə görə A bəndini burada da bərk alınır, niyə götürmürük? Çünki burada qaz alınıb. Qaz alınıbsa azalma olmalıydı. Bax bu qrafikə uyğundur. Bərk maye belə bir reaksiya yoxdur. Bərkin üstünə bərk gəl maye olsun. Bu yanlışdır ümumiyyətlə. C bəndində qaz, bərk, qaz. Qaz varsa azalmalıdır. Yəni bu da yanlışdır. Artma göstərir bax görürsüz. Qrafikdə kütlə artır. Qaz uçub gedən bir şeydir və o azalacaq. Amma bizdə burada da qaz alınır. Bu da deyil cavab. Amma bura baxın, bərk qazla reaksiyaya girir və bərk alınır. Yəni heç kim heç ara uçmur və artım baş verib də. Yəni bərk maddə alınıbdır. Bərk maddənin kütləsi hələ bir üstünə də qazı gəlib, bərk maddə alınıb. Söhbət burada bərk maddənin kütləsinin zamandan asılılığı verilir. Yəni bərk maddə burada artıb. 8-ci sualda cavab olacaq. Y bəndi deməli 18-i bağışlayıb 18-ci sualda. Aha. Davam edirik deməli 19-cu sualdan. Burada isə 18-ci sual idi. Bir dəqiqə bağışlayım burada. Üzərindən bir də keçirəm. Əgər bərk maddənin kütləsinin artdığı qrafik görürsünüzsə, bax belə. Deməli, nəticədə məhsulda bərk maddə alınıb. Bərk maddənin üzərinə hələ bir qaz da gəlib ki, bu yeni bir bərk maddə alınıbdır. Məsələn, ona misal göstərdik, kalsium oksid, üzərinə gəlirəm karbon qazı, alınır kalsium karbonat. Yəni 56 qramdır, hələ bir üzərinə 44-də gəlirəm, təzə bir bərk maddə alınır və bərkin kütləsi 56-dan 100-ə qalxıb. Bir də var ki, azalma baş verir, amma sıfıra dayanmır. Müəyyən miqdar azalıb. Yəni bərk maddənin kütləsi tamamilə bərk ortadan qalxmır. Lakin yenə də biraz bərk qalsa belə, biraz bərk qalır. Lakin azalmanı təmin edən qaz da əmələ gəlir. Bunu da belə yazdıq. Məsələn, kalsium karbonat bərk maddədir, parçalanır kalsium oksid və karbon qazına. Burada karbon qazının sayəsində bərk maddənin kütləsi azaldı. 100-dən düşdü 56-ya. Bəli, içindən qaz uçub getdi. Kütləni azaltdı. Aydın oldu. Yəni tamamilə sıfıra dayanan bir proses olarsa, buradakı kimi, bir dəqiqə bağışlayın. Bax, bu qrafikdəki kimi. Onda hər ikisi qaz alınır. Yəni o zaman biz belə B bəndini götürərdik. Hər ikisi qaz olardı. Əgər nə vaxt sıfıra dayanardısa tamamilə. Davam edirik. 20-ci sualda laboratoriyada X, Y, Z maddələrinin analizindən aşağıdakı nəticələr hasil olunur. X-in tərkibi azot, oksigen, karbon qazıdır. Deməli bu havadır. Hava qarışıqdır. Deməli X müxtəlif cinsidir, xeyr. X homogen qarışıqdır. Yəni bir səhvdir. Y saf maddədir. Y-in tərkibində kakao var, yağ var, karbohidrat var. Bu qarışıqdır. Deməli, saf maddə səhvdir, 2 səhvdir. Z bəsit maddədir. Z maddəsi O2 molekullarına yalnız bir molekuldan təşkil olunduğuna görə Z maddəsi bəsitdir. Yəni 3 düzdür, yalnız 3. Burada olacaq A bəndi, doğru cavab. 21. Baxın 21-də gəldik, çıxdıq nəyə? Əgər sabit qrafikdirsə, bərk maddənin kütləsi dəyişməyib. Bu üçüncü cavab uyğun gələcək. Baxın, bərklə reaksiyaya girib, elə bərkdə alınıb. Məsələn, kalsiumun üzərinə kükürt gəlirəm, alınır kalsium sulfid. Kalsium 40, kükürt 32. Bərk maddələrin kütlələri heç ara uçmur, qaçmır, elə 72 alınır. Bərk maddə hamısı bərkdir və bərk maddə dəyişmir, bərabər olur. Bu zaman qrafik belə olacaq, sabit. Deməli, bərk reaksiyaya girirsə, bu sabitdir, dəyişmir. Ona görə birinci qrafik olacaq 3. Sıfıra dayanırsa hansıydı? Yadınıza salın. Deməli, orada bərk maddədən əsər əlamət qalmır. Hamısı qaza çevrilir. O zaman deməli, ikinciyə aid olacaq qaz 1. Birinci qrafikə aid olacaq 3. Aydın oldu. Cavab olacaq 3, 1, A bəndi. Keçirik 22-ci suala.
22-ni də bax özünüz düşünün, mən deməmiş. Görürsüz qrafikdə, deməli, bərk maddənin kütləsinin asılı qrafikləri verilibdir. Görürsüz, bax burada kütlə artır, birində azalır. Əgər kütlə artırsa, deməli, bərk maddə var, hələ bir üzərinə qaz da gəlib, yeni bir bərk maddə alınıb, artım baş verib. Bərk maddənin kütləsi artıb. Ona görə 1 olacaq 3. Yəni bir qrafiki 3-cü reaksiyanı göstərir. Amma ikincidə isə görürsüz, azalma baş verib. Azalma baş verdiyinə görə, amma tamamilə azalma deyil. Sıfıra dayanma yoxdur. Ona görə bərk maddə qismən azalır. Yəni cavabda bərk də alınıb, qaz da alınıb. Amma qaz olsaydı biz hansı qrafiki götürəcəkdik? Tamamilə sıfıra dayanan. Yəni artıq orada bərk maddədən əsər əlamət qalmır. Lakin biz indi cavabı nə götürürük burada? Artmadırsa birinci qrafikdə olacaq 3, qismən azalmadırsa ikinci qrafikdə olacaq 2. Bu qədər. 23. Kimyəvi hadisə suyun donması deyil, hidrogenin yanması 2, yodun sublimasiyası deyil, dəmirin paslanması 4. Kimyəvi hadisə doğru deyili soruşur bu dəfə. Suyun donmasını götürəcəyik, bir də yodun sublimasiyasını götürəcəyik 1, 3. Gəldik 25. Hansı proseslərdə maddələrin kimyəvi tərkibi dəyişir? Cracking və distillə deyil, oksidləşmə. 1, 2. Kimyəvi tərkib kimyəvi hadisə zamanı dəyişirdi. Sonra 3-dən 4 fiziki hadisədir. Burada da dəyişmir deyir, sublimasiya və distillə götürürük. 27. Azerlight Azərbaycana aid Azəri və Çıraq neft yataqlarından hasil edilən neftin ticarət markasıdır. Tərkibində deməli kükürdün kütlə payının 0,14% olması və bir sıra digər mühüm göstəricilərə malik olduğuna görə bu neft markası dünya bazarında yüksək keyfiyyətli xamal hesab edilir. Azerlight üçün doğru ifadələri müəyyən edin. Eyni cinsli qarışıqlı bəli. Ümumiyyətlə neft eyni cinsli qarışıqlı. 20 ton bu neftin tərkibində maksimum 28 qram kükürt olur. Gəlin tapaq. Bizə nə deyir? Deyir 0,114%dir kükürdün kütlə payı. İndi mən necə tapıram? Deməli deyirəm ki 20 tonum əgər ümumi hissə 100%-dir də, düzdür? 100%-dirsə, görək bunun içində 28 qram kükürd olurmu? Kükürdün faizi nə qədərdir? 0,14%. Görün bura nə qədər düşür? X və görün 28 eləyirmi? Bəli, 28 eləyir. 28 də nədir bizdə? 20 tonu, biz burada 20.000 kilogram götürə bilərik də bunu. Bax 20.000 kilogram. Çünki kilogramla gedək, cavabımızı düz alaq da. 20 deyir ki, nə qədər, neçə kilogram kükürd olur? Mənim cavabımı kilogramdan istəyir deyə tondan kilograma keçirəm. 20.000 kilogram 100%-dir, ümumi qarışıq 100%-dir. Bu qarışığın içində də kükürdün faizini verir məsələdə. Baxın, deyir 0,114% olur. Əgər mənim 100%im 20.000-dirsə, 0,114%-imə də kükürt düşür. O da 28 kilogram edir, düzdür, yəni 2. Sabit qaynama temperaturuna malikdir, xeyr. Qarışıqlar sabit olmur, unutmayın. Gəlirik 28-ə. Trinitrogliserin yüksək partlayıcı təsirə malik maddədir. Zərbənin təsirindən partladığı üçün silah istehsalında istifadə olunur. Bəli. Partlaması nəticəsində əmələ gələn qazların hər biri havanın tərkibindədir. Bəli. Görək havanın tərkibində nə var? Havanın tərkibində azot var. Yəni partlayan zaman burada azot alınır, oksigen alınır, sonra karbon qazı alınır və su buxarı alınır. Tamam. Nə istəyir bizdən? Partlamasından alınan qazların qarışığı homogendir. Bəli, hava alınır axı buradan. Bildiyiniz havadır. Hava nədir? Homogen qarışıq. Trinitrogliserin sabit ərimə temperaturuna malikdir. Bəli, saf maddədir, sabit ərimə temperaturuna. Ona görə 1 düz, 2 düz. Trinitrogliserin qarışıqdır, xeyr. Saf maddədir, formulu var. Sabit ərimə qaynama temperaturu var. Yəni fiziki xassələri sabitdir, qarışıq deyil. Getdi bu 3-cü cavab. Gəldi 29-a. 29-da deyir ki, bizə nə doğrudur? Dəmirin paslanması fizikidir, xeyr. Şəkərin əriməsi 2 düzdür, fizikidir. Benzinin yanması kimyəvi 3 düzdür. Şüşənin əriməsi kimyəvidir, yazıb fizikidir, səhvdir 4. Südün turşuması kimyəvi düz 2, 3, 5. 29-da düz cavab. 30-a gəldik. Deməli doğru deyili soruşur. Dəmirin paslanması fiziki yazıb doğru deyil, 1. Şəkərin əriməsi fiziki düzdür, şamın yanması kimyəvi düzdür, metalın əriməsi kimyəvi səhvdir, 1, 4 olacaq bizim yanlış cavabımız. 31-də deyir ki, Naxçıvan duzu tərkibində 84 mineralı birləşdirən ən faydalı məhsullardan biri hesab olunur. 1927-ci ildən başlayaraq Naxçıvanda dağ yatağında duz çıxarılmağa başlayıb. Bu yataqdan çıxarılan təbii duzun tərkibi 95% natri xlor, 5% isə həll olmayan quru qarışıq olur. Yəni artıq maddələr tərkibində olan həll olmayan lazımsız maddələr. Deməli, indi bizə deyir ki, neçə ton, x ton Naxçıvan duzu artıq miqdarda su ilə həll edilən zaman 250 qram həll olmayan hissə alınır. 250 qram. Deməli, həll olmayan hissəmiz 250 qramdır. Neçə faiz olur bu 250 kilogram? Bizə verir, bax, həll olmayan hissə 5% deyir. Bax, yazıram 5%. Bəs mənim ümumi duzum, Naxçıvan duzu neçə faiz təşkil edir həmişə? 100%. 100% isə biz buradan x-i tapa bilərik. Aydın oldu? Baxın, həll olmayan hissənin faizi 250 kilogram 5% olur. Ümumi Naxçıvan duzu isə, yəni tərkibini natri xlor və həll olmayan qarışığa ayırmadan ümumi duz isə 100%-dir. Çünki bilirik ki, tam hissə 100%-dir. Buradan x-i tapanda cavabı alırıq biz 5000 kilogram. O deyir 5 ton. Bu qədər. 32-ci suala keçirik. 32-də izah edeyim. Qızıl məmulatlarının əyarı onların tərkibində saf qızılın faizini göstərir və
karat ilə ölçülür. Saf qızıl 24 karat olaraq adlandırılır. Bu qızılın 100% saf olduğunu göstərir. Deməli 24 karat qızılın 100% olduğunu göstərir. Əgər 12 karat olarsa bu 50%-dir. Bu sözsüz ki belədir. 24 100-sə 12 də 50 olacaq. İndi bizim əlimizdə 24 karatlıq qızıl yoxdur. 18 karatlıq əyarlı qızılımız var və onun 20 qram qızılın deməli tərkibində neçə qram saf maddə olduğunu soruşur. Saf qızılın olduğunu soruşur. Əvvəla mən bilim görüm bu 18 karat neçə faiz saf qızıldan təşkil olunub. Birinci onu tapım da. Əgər 24-üm 100%-dirsə, 18 karatım neçədir? 75. Deməli 75%-i nə olur bunun? Saf qızıl olur, alım. İndi mənim əlimdə 20 qram ümumilikdə qızıl əşyası var. Bu ümumi 100%-dir. Bilirsiniz də, tam hissə 100%-dir həmişə. Bu qızıl əşyanın 18 karat olduğunu bilirik və 18 karatın da nə demək olduğunu bilirik. Yəni ki 75% saf qızıl olduğunu bilirik. İndi 20 əşya qızıl əşyasıdır. 100%-dirsə 75% görək tərkibində nə qədər saf qızıl var. Tapırıq ki, saf qızılımız burada M bərabər olacaq 15 qrama. Aydın oldu. Bax, bu axırıncı məsələlər 31, 32. Bu tipli məsələlər aydın olmaz. Canlı dərsdə, yəni gələndə bir də soruşa bilərsiniz. Yenə də videonu qoyub təkrar izləyin. Yenə də sualınız olsa buyurun yazın.